Bir daha salam. Keçən dəfəki sual 32-ci sualın sonraki 30-cu suala diqqət yetiririk. Gəncə müqaviləsinin Azərbaycanın əhəmiyyəti. Qeyd edirik. 1735-ci il Gəncə müqaviləsi tərəflər hansılardır? Ruslar və Səfəvilər arasında. Deyir, Rus qoşunları Xəzəryanı bölgələri tamamilə tərk etməsi prosesi başa çatdırdı. Bu qalsın hələlik. Kürdən cənubda yerləşən Xəzəryanı vilayətdə Səfəvilər qaytardı. Xeyr. Bu olacaq 1732-ci il yanvarın 21-i keçən dəfə də qeyd etdiyimiz Rəş müqaviləsidir ki, hansı ki Ruslar Kürdən cənubdakı torpaqları neynirlər? Qaytarırlar Səfəvilərə. Səfəvi dövlətinin Rusiya ilə arasında ticarət əlaqələrinə son qoyuldu. Xeyr, əksinə, Rus tacirlərinə güzəşt oldu. Deyir, Rusiya ilə Osmanlı dövlətinin işğal etdiyi torpaqların geri qaytarmaqla Səfəvilər kömək edəcəyini öhdəsinə götürdü. Xeyr, Rusiya Nadir Şahın hakimiyyətini tanıdı. Xeyr, müqavilə 1735-dir. Nadir Şah 1736 hakimiyyəti gəldi. Yəni, uyğunluq cəhətdən bu deyil. Deməli, doğru cavab qaldı burada A variantı. Rus qoşunları Xəzəryan bölgələri tamamilə tərk etməsi başa çatdırıldı. Bəli, tamamilə doğrudur.